Mən Mətləb Məmmədov 1972-ci ildə Zərdab rayonunun Allahqulubağı kəndində anadan olmuşam. Kənd orta məktəbində və Zərdab Texniki Peşə məktəbində təhsil aldım. 92-ci ildə rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırıldım. Ümumi hərbi təlim keçdikdən sonra Qarabağa yollandım. 701 saylı hərbi hissənin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. Hissəmiz müstəqil Azərbaycanın ilk hərbi hissəsi idi. Qarabağın müxtəlif bölgələrində döyüş yolu keçmişdir. 701 saylı hərbi hissənin avtomatçısı kimi Laçın rayonunda düşmənə qarşı vuruşdum. 92-ci ilin axırı, 93-cü ilin əvvəli Laçın istiqamətində gedən ağır döyüşlərdə iştirak etdim. Yanvar ayının 4-də Təzəkənd kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəldim. İndi ruhum çox rahatdır. Qeyrətli Azərbaycan oğulları torpaqlarımızı işğaldan azad edərək bizim də intiqamımızı aldılar.